masanın üzerinde necə güzel konfetler var. Gətirmez konfetler değil. Lezzetli görseniz. Çok lezzetli görseniz. Çok güzel konfetleri. Bu bir tanesi yiyeyim. Çok tatlıdır. Çok tatlıdır. Belki birini de yiyeyim. Çok lezzetli, çok lezzetlidir. Bu birini de yiyeyim. Birinden hiç olmaz. Çok tatlıdır, çok lezzetlidir. Ama nedense birden dişim ağrımaya başladı. Oy dişim çok ağrıyor. Dişim çok ağrıyor. Ana. Ay ana. Bunu bir şükür edin. Ne oldu? Gördün mü? Ana. Hayır, masanın üzerinde konfetler var idi. Ben gece bir dişim etkim ağrımaya başladı. Bu böyle kapıdan tutayım. Hani ben Köşede şunu burada kapatayım. Şimdi akşam olacak. Sonra pişmeye kalıyor. Oğlum sen de balıkçı. Dişim çok ağrıyor. Ne oluyor sana bakın? Ay dişlerin necə çürüyür? Sen çok bunu konfet yiyirsən. Evet, ben çok konfet yedim. Ona göre dişlerim dişim ağrıyor. Çok üzülmez oldu. Dişlerini gündeki lafa sürtürsən. Hayır, ben dişlerime fırçalamıyorum. Bak ona göre de dişlerini al. Narahat olma. Ben evde sana resept yazarım. Onları vaxtında dişlerini gündeki lafa sür. Dişlerin bir daha ağlamaz. Çok sağ olun. Sağ olun. Uşaqlar, bugünkü səhnəciyimizdə də göründüyü kimi məşğələmiz sağlam dişlərdir. Bugün biz dişlərimizə necə qulluq etmək lazımdır, onları necə qoruyub saxlamaq lazımdır, hansı qidalar zərərlidir, hansılar xeyirlidir, biz onları öyrənəcəyik. İndi isə Əsra qızımız təmizlik haqqında şey söyləyəcək. Səhər durunca əlimdə fırça, sildim dişimi, verdim eşimi. İnanmasan bax, dişim ağappaq, üstüm tərtəmiz, bax belə kızım. Aferin Əsra. Gəlin indi diqqətlə növbəyə baxın. Baxın, burada iki diş şəkli təsvir olunur. Biri çürüyür, qəmgin dişdir, ağlayır. Biri isə çox xoşbəxtdir, sevinclidir. Gəlin baxaq, bu nəyə görə belə olur? Çünki dişlərimiz qidalarla bağlıdır. Biz onları yaxşı qulluq etsək, düzgün yeməklərlə qidalansaq, dişlərimiz sağlam olur. Bu dişlər də görünür ki, bu diş çox sağlıqlı yeməklər yeyir, sağlıqlı qidalar yeyir və yaxşı qalır, yaxşı olur. Baxın, sevinclidir. Digər diş isə yediyi qidalar onu xarab edir, çürüyür. Baxın, qəmgindir. Uşaqlar, burada mənim əlimdə baxın, müxtəlif cür qidalar var. Tərəvəzlər, meyvələr və zərərli qidalar. Mən indi onları sizə göstərəcəm. Siz gəlin onları müəyyən yerlərinə taxarsınız, qoyarsınız. Deyin görün uşaqlar, bu nədir? Soyma. Nədir? Pomidor. Pomidor. Afərin Zəhra Yusuf, afərin uşaqlar. Pomidor uşaqlar meyvədir, tərəvəzdir. Soyma. Tərəvəz. Bəli, pomidor tərəvəzdir. Pomidor zərərlidir, yoxsa xeyirlidir? Xeyirlidir, afərin. Onur, gəl zəhmət olmasa pomidoru bax. Hansı diş pomidor yeyir ki? Ay sağlam. Aferin. Meyvə bax. Başqa biri, yəni fəsfud qidadır. Uşaqlar, bunu sevirik, bəli, mən də sevirəm. Amma bunu çox yeyəndə nə baş verir? Dişimiz ağrıyır, bədənimiz ağrıyır, ona görə zərərlidir. Sevirik, gözəldir, amma zərərlidir. Bunu hara yapışdıracaq? Yaşar gəlsin, zəhmət olmasa, gəl Yaşar. Aferin Yaşar, aferin, çox sağ olun. Uşaqlar, şey ürün nədir? Köktür. Kök meyvədir, tərəvəzdir. Kökün tərkibində nələr var? Çoxlu vitaminlər var, sağlıqlıdır. İndi isə Ömər gəlsin. Gəl Ömər. Gəl görün. Ömər gəlsin, kökü uyğun gəlsin. Ben kökü çok seviyorum. Aferin sənə, aferin sənə. Ömər, hansı rəsmə yapışdırarsan? Aferin Ömər'e. Aferin. Aferin.
Bəli, başla. Rəhlə balam, rəhlə. Rəngləsən. Birləşdirirsiniz, birləşdir. Diqqətli olun uşaqlar. Aferin sənə. Gidesin. You said no, 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 I said no, 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 no. You said take me home, I said don't bury me. You said no, 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 I said no, 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 no. No, 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 no. İlsə keçək digər testimizə. Baxaq görək, bu da dişlə bağlıdır. Gəlin diqqətlə baxaq. Şəkildə nə təsvir olunur, nə var? Baxaq, birinci bu nə şəkildir uşaqlar? Baxın, konket şəkli çəkilir və burada da xoşbəxt, happy dişdir. Burada isə qəmgindir. Konfeti yesə necə olar? Qəmgin olar. Hansı şəkil hara uyğundursa, həmin şəkli dairəyə alır. İndi isə hamı diqqətlə növbəti testimizə baxsın. Baxın uşaqlar, burada nə görürsünüz? Boşqab hansı formadadır? Formasındadır. Uşaqlar, boşqab iki yerə bölünür. Bir tərəfdə qəmgin simadır, bir tərəfdə isə xoşbəxt simadır. İndi isə siz bu tapşırıqda nə edirsiniz? Bir tərəfə sağlıqlı qidaları yapışdırırsınız. Digər tərəfə zərərli qidaları yapışdırırsınız. Evet. Uşaqlar, baxın, bu qablarda zərərli və sağlıqlı qidalar var. Onu özünüz yapışdıracaqsınız yerlərə. Götürün eləyin. Bu qızın adı Laylədir. Siz fırça vasitəsilə ona köməklik göstərin. Baxın, yanlara doğru fırçalayırsınız. Aşağıdan yuxarı. Baxın, təmizlənir dişləri. Biz maketləri paylayacağıq. Siz də dişlərini təmizləyin. Yaxşı? Aferin. Onu da təmizlə. Uşaqlar, biz gündə dişlərimizi neçə dəfə fırçalamalıyıq? 2 dəfə. Nə zaman? Qurumuşam, üstlərində var. Siz deyin, fırçalayın. Fırçala da, fırçala dişləri. Fırçala. Təmiz oldu. Uşaqlar, gəlin bir dənə bu maket üzərində də dişlərin düzgün sürtülmə qaydasını sizə göstərin. Baxın, dişləri yuxarıdan aşağıya doğru, yanlara doğru və içlərin hissələri belə yumaq lazımdır. Durun ayağa. Uşaqlar, gəlin parmaqlarınızı, bir parmağınızı qaldırın. Təsəvvür edin ki, sizə fırçadır. Gəlin siz də təkrarlayın.
Gösterin görün necə yanlara doğru. Bu hissəsi. Yukarıdan aşağı. Ve içlerini de yiyin. Aferin. Özünüzü alkışlayın.